Salam, hər vaxtınız xeyir. Kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə möhtəşəm bir piraşki reseptini bölüşəcəm. Əvvəlcə mayalı xəmir yoğururam, sonra isə keçirəm içliyini hazırlamağa. Əvvəlcə bir ədəd soğanı qıp-qıp formada doğrayıram. Qazana əlavə eləyib bir xörək qaşığı yağda yaxşıca qızardıram. Sonra isə kartofları əlavə eləyirəm. Duz, istiot, sarımsaq, nane gürusunu da əlavə eləyib üzərinə çıxana qədər su əlavə eləyib qaynadıram. Qaynayandan sonra isə kartofları püre halına gətirirəm. Bu arada da xəmirimiz gəlib kündələrə bölürəm. Kündələr üzünü tutana kimi pürəni, kartofları püre halına gətirirəm. Kündələrimiz üzünə gəlib içini doldururam. Hamısının içini doldurduqdan sonra tavaya yağ əlavə eləyirəm. Yağı biraz qızğın olandan sonra piraşkiləri əlavə eləyib iki tərəfini yaxşıca yağda qızardıram. Sonra isə süfrəyə verib ketçupla nuş edirik. İnanın çox dadlı alınır. Mütləq hazırlayın. Bu resepti hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Dadlı reseptlər üçün izləmədə qalın.